İqtisadiyyat dedikdə çoxumuzun ağlına sadəcə quru rəqəmlər, bank faizləri və ya dövlət büdcəsi gəlir. Amma əslində iqtisadiyyatın döyünən ürəyi mərkəzi banklar deyil, hər bir vətəndaşın gündəlik fəaliyyəti, yaratdığı dəyər və ortaya qoyduğu cəsarətdir. Bir ölkəni çiçəkləndirmək və onu cənnətə çevirmək üçün dövlətin yaratdığı imkanlarla insanların bu imkanları dəyərə çevirmək iradəsi birləşməlidir. Lakin bu yolda ən böyük maneə çox vaxt iqtisadi resursların azlığı deyil, hazıra alışmaq və dövlət himayəsinə sığınmaq düşüncəsidir. Gəlin dürüst olaq, sosial müavinətlər və yardımlar əslində sadəcə bir təhlükəsizlik kəməri rolunu oynamalıdır. Əgər sağlam və əmək qabiliyyətli bir insan üçün müavinət əsas gəlir mənbəyinə çevrilirsə, bu həm fərd, həm də dövlət üçün böyük bir tələdir. Müavinət gözləyən insan öz potensialını reallaşdırmaqdan əl çəkir, yeni bacarıqlar öyrənməyə marağını itirir və zamanla əmək bazarında rəqabət qabiliyyətini tamamilə itirərək yoxsulluq dövrəsinə həbs olunur. Dövlət üçün isə bu, büdcə vəsaitlərinin istehsala və gələcəyə deyil, sadəcə bugünkü istehlaka hərclənməsi deməkdir. Bu, dövlətin gələcək nəsillər üçün qura biləcəyi infrastrukturu bugünün yeməyinə xərcləməsidir. Eynilə, cəmiyyətdə hamının dövlət işi axtarması iqtisadiyyatda ölü nöqtələr yaradır. Dövlət sektoru mahiyyət etibarilə xidmət sahəsidir, istehsal sahəsi deyil. Dövlət aparatında işçi sayı süni şəkildə artdıqca bürokratiya çoxalır, çeviklik itir və qərarların qəbulu ləngiyir. Ən acınacaqlısı isə odur ki, istedadlı gənclər öz bizneslərini qurmaq və ya özəl sahədə yenilik etmək əvəzinə stabil maaşlı dövlət kürsüsünə üst tutanda ölkənin innovasiya mühərriki dayanır. Unutmayaq ki, dünyanı dəyişən böyük ideyalar dövlət idarələrində deyil, şəxsi təşəbbüslər və risklər sayəsində yaranıb. İşsizlik probleminin əsl həlli dövlət idarələrində yeni masalar qoymaq deyil, özəl sektorun nəfəs almasına şərait yaratmaqdır. İnsanlar iş axtaran tərəfdən iş yaradan tərəfə keçdikdə iqtisadiyyatın sürəti kökündən dəyişir. Hər bir kiçik təsərrüfat, hər bir yeni qurulan istilikxana və ya proqramlaşdırma ofisi zəncirvari bir reaksiya başladır. Bir sahibkar uğur qazandıqda o təkcə özünə deyil, sürücüyə, fəhləyə, aqronoma və satıcıya da çörək pulu qazanmaq imkanı yaradır. Bu, iqtisadiyyatın daxildən gələn sağlam böyüməsidir. Vətəndaşların aktiv iş həyatı dövləti maliyyə cəhətdən də sarsılmaz edir. Azad bazarın iştirakçısı olan vətəndaş dövlətdən kömək gözləyən yox, dövlətə vergi ödəyərək onun güclənməsinə, ordusunun, yollarının və məktəblərinin daha yaxşı olmasına birbaşa töhfə verən tərəfdir. Yerli istehlak artdıqda valyuta ölkə daxilində qalır, xarici asıllıq azalır və ölkənin iqtisadi suverenliyi möhkəmlənir. Nəticə etibarilə bir dövlət